Dostlar salam və hər zaman kimi hər vaxtınız xeyir olsun. Nəhayət ki, yeni iPhone seriyasının Azərbaycanda da rəsmi satışları ötən həftə sonu başladı və bir çox izləyicimin gözlədiyi kimi bu icmal videosunu sizinlə bölüşməyə qərarına gəldim. Hər şeydən öncə deyim ki, video tam tərəfsiz, bütün müsbət və mənfi tərəflərini özündə birləşdirən dəyişim analizi olacaq. Yəni ötən ilki modellərlə müqayisədə yeni iPhone-da nələr dəyişdi? Nəyə görə yeni modellərə keçid etməyə dəyər, nəyə görə dəyməz? Hər şeyi detalları ilə bu ilin ən bahalı iPhone modeli olan 17 Pro Max üzərindən izah edəcəm və qarşıdakı buraxılışlarda da digər iPhone 17-lər, eyni zamanda iPhone Air haqqında da danışacağıq. İlk olaraq başlayırıq. Nədən? Təbii ki, cihazın Azərbaycanda qiymətindən. Əslində bir çoxları Donald Trump'ın sərt qərarlarından sonra bu il gələcək iPhone-ların fantastik baha olacağını düşünsə də, qlobal təqdimata baxanlar yaxşı bilir ki, dəyişim olmadı və demək olar ki, bu tendensiya Azərbaycan üçün də keçərli oldu. Qiymətlər dəyişməyibdi. Doğrudur, hələ rəsmi satışa çıxmamış qara bazarda 5000-7000 manat aralığında iPhone 17 Pro Max satılırdı, amma artıq kontakt.az-da rəsmi satışda olduğu üçün mən sizinlə tam rəsmi qiyməti bölüşə bilərəm. Beləliklə, kosmik narıncı rəngi və 256 GB-lıq daxil yaddaş seçimində kontakt.az-da iPhone 17 Pro Max düz 3500 manata nağdalış zamanı satılır. Digər modellər eyni zamanda daxil yaddaş həcmlərinin qiymətləri sizin üçün maraqlıdırsa, açıqlama qismində bir link bölüşəcəm. Həmin link vasitəsilə kontakt.az-a keçid edib maraqlana bilərsiniz. İndi gələk əsas suala, 3500 manata satılan 17 Pro Max-ı almağa dəyərmi və nələr dəyişib? Ənənəvi qaydada dizayndan mövzuya giriş eləyəcəm, çünki burada önəmli bir dəyişim var. İlk olaraq onu deyim ki, Apple bu dəfə gövdəni tamamilə yeniləyibdi. Biz buna konstruksiya dəyişikliyi də deyə bilərik. Yəni bütün elementlərin oturduğu bu şassini dəyişibdi. Məsələn, əvvəl biz titandan hazırlanan gövdə görürdüksə, indi yenidən alüminium materiala qayıdış var. Bu açığı məni çox təəccübləndirdi. Çünki Apple hələ yeni titana keçid eləmişdi. Bəs niyə qayıtdı? Səbəb sadə idi. İsinmə problemi. Son 2 model internetdə çox sayda isinmə şikayətləri almışdı. Hətta bəzi mənbələr iddia edirdi ki, Apple performansı azaltmaq bahasına buna nəzarət eləməyə çalışır. Amma indi biz gördük ki, bu söz-söhbət boşuna olmayıbdı və Apple titan materialının üstündən bir xətt çəkib yenidən alüminiuma qayıdış elədi. Amma burada da belə bir detal ortaya çıxır. Titan alüminiumdan daha yüngül və daha dözümlü idi, lakin istiliyi yaxşı paylaya bilmirdi. Bu səbəbdən alüminiuma yenidən qayıdış cihazı biraz daha ağır, gövdəni daha həssas eləyibdi. Bu da azmış kimi uzun illərdir Android cəbhəsində, hətta orta segment cihazlarda gördüyümüz buxar kamerası nəhayət ki 17 Pro Max-a əlavə olunubdu. Bax bu iki önəmli detalın sayəsində tarixin ən sərin iPhone-u bu ekranda gördüyünüz narıncı iPhone-dur. Ölçülərdən danışmışkən deyim, ekran eyni ölçüdə qalsa da gövdədə minimal 0.4 mm-lik bir qalınlaşma var, 8.8 mm. Ağırlığı da artıb olub 233 qram, amma təkcə dəyişim bunlardan ibarət deyil. Böyük söhbətlərə səbəb olan enli bir kamera bloku yuxarı hissədə yerləşdirilibdi. Əslində dediyim kimi, konstruksiyanı Apple dəyişərək daxili bütün komponentləri bu gördüyünüz kamera adasına yerləşdiribdi. Yəni bu adanı buradan çıxar, apar ekran və batareyaya qoş, adi bir smartfon kimi istifadə elə. Bunun sayəsində aşağıda böyük bir hissəni batareya üçün ayıra biliblər. Bununla da cihaz özlüyündə 4832 mAh-lıq enerji blokunu daşımış olur. Daha bir maraqlı detal da deyəcəm. Sadəcə esimlə çalışan variantlarında fiziki sim üçün yuva olmadığına görə batareyanın həcmi 5088 mAh olub. Yəni eyni cihaz, amma fiziki sim dəstəyinə görə iki fərqli batareya həcmini göndəriblər ilk dəfə və xatırladım ki, Azərbaycanda satılan rəsmi modellər fiziki sim dəstəyi ilə gəlir. Yaxşı xəbərlərlə davam eləyək. Cihazın arxa hissəsində həm alüminium, həm də bu mat hissədə seramik shield şüşə istifadə olunubdu. Bu rəngi bu ilin trend rəngi hesab olunur və diqqət çəkmək üçün məncə yaxşı fikirləşiblər. Kənardan baxanda qoy desinlər ki, bu adam iPhone 17 Pro Max işlədir. Apple belə marketinq hilələrini sevir və nəticədə fantastik satışlar reallaşdırır. Nəyin sayəsində? Təbii ki, insanların yeni model işlətmə istəkləri sayəsində. Öndə ciddi bir dəyişim yoxdur. 6.9 düymlük Super Retina XDR ekran və 1 Hz-dən 120 Hz-ə qədər yüksələn ProMotion texnologiyalı ekran yenilənmə tezliyi. Sadəcə biraz parlaqlığı daha da artırıblar. Bu dəfə pik səviyyədə ekran işığı 3000 nitsə qədər qalxa bilir. Ən kritik dəyişim isə məncə qoruma tərəfindədir. Öndə Ceramic Shield 2
şüşəsi istifadə olunur. Bu artıq yenilənmiş bir nəsildir və iPhone 16 Pro Max-dan daha davamlı olduğu təsdiqlənib ekran tərəfində. Ümumi olaraq yeni gövdə, yeni kamera bloku, alüminium və seramik shield qarışığı material, artan batareya həcmi, dəyişən ölçüləri ilə 17 Pro Max qismən ağırlaşıb və qalınlaşıb. Şəxsi rəyim belədir. Cihaz mənə biraz ağır və qalın gəldi. Titan daha keyfiyyətli hiss elətdirirdi, amma cihazın qızmadığını, sərin qaldığını görəndə, bu möhtəşəm rəngi ilə diqqətləri cəlb eləyəndə bu mənfi fikirlərimi unutmuş oldum. Hər nə qədər tərif və yaxud da ki, tənqid eləsək də, Apple yenə də danışılan bir modeli bazara çıxarmağı bacarıb. Məncə onları təbrik eləmək lazımdır. Performans məsələsi ilə davam eləyək. Apple hər il nə idi etməsə mütləq şəkildə performansa biraz əl gəzdirir. Bu il də belə oldu. Yeni Apple A19 prosesor seriyasını təqdim elədilər. Bu cihaza verilən isə həmin seriyadan A19 Pro çipi oldu. 3 nanometrlik arxitektura üzərində inşa olunan bu prosesor 6 CPU və 6 qrafik nüvəyə sahibdir. CPU nüvələrindən ikisi performans, 4-ü isə effektivlik üçün nəzərdə tutulubdu və paralelində nəhayət ki 12 GB-lıq RAM dəstəyi gəldi. Əvvəlki modellərdə 8 GB-lıq RAM var idi və dünyanın ən bahalı iPhone-u 2 TB-lıq daxili yaddaşa sahib olan iPhone 17 Pro Max da təqdim olundu. Yəni başlanğıc model 256 GB, final model isə 2 TB-lıq daxili yaddaşa sahib olanıdır. Sözün açığı iOS 26 ilə qutusundan çıxan maye kristal dizaynı ilə göz oxşayan bu sistemin sürəti işi barəsində çox da danışmaq istəmirəm. Çünki performansı həqiqətən möhtəşəmdir. Düşünmürəm ki, kimsə gedib cihazı alıb nəyisə edə bilmədim şikayətini eləsin. Bir tərəfdən də iPhone işlədənlər heç nəsə eləyir ki, telefonda. Mən elə bilirəm ki, onlar ancaq şəkil və yaxud da ki, sosial media üçün istifadə edirlər. Ona görə də bu hissəni qısa təsvir edirəm və keçirəm batareya məsələsinə. Az əvvəl qeyd elədim, Apple tarixinin ən böyük batareya həcminə sahib olan smartfonudur 17 Pro Max. Bizdə satılan modeli 4832 mAh-lıq tutuma sahibdir. Ötənki modellə müqayisədə 147 mAh-lıq bir artım var. Bunu da məhz yeni dizayn strukturunun sayəsində əldə ediblər. Bütün parametrləri kameranın yanına daşımaqla batareya üçün daha geniş yer açılıb. Bu da bizə 16 Pro Max ilə müqayisədə 6 saat daha çox video izləmə təcrübəsini verir. Yəni təqribən 36 saat dayanmadan bu cihazda video izləyə bilərik. Bilmirəm bunu kim eləyir, amma onu deyim ki, həqiqətən istifadə eləyəndə hiss olunur ki, fərq var. Haqqını yeməyək. Bu iPhone həqiqətən yaxşı enerji saxlayır. Və ən gözəl xəbər, Apple nəhayət ki, yüksək sürətli watt göstəricisini gətiribdi. Bu 80 və yaxud da ki 100 watt deyil, naqilli formada 40 wattdan söhbət gedir. O qədər də yüksək sayıla bilməz, amma 20-dən ən azından 2 qat daha yaxşıdır. Testlərim zamanı 36-dan yuxarısını əldə edə bilmədim, wattdan söhbət gedir. Amma Apple'ın rəsmi saytında qeyd olunub ki, 40 wattın dəstəklənməsi ilə 20 dəqiqə ərzində 50%lik enerji əldə etmək olur. Ötənki model olan 16 Pro Max-da bu rəqəm 35 dəqiqə idi. Yəni 50%lik enerji üçün 35 dəqiqə sərf etmək lazım idi. İndi bunu 20 dəqiqəyə salmağı bacarıblar. Sözün açığı watt göstəricisində fərq var. Artıq iPhone-lar daha sürətli də olur. Gələk kameralara və ön kameradan başlayaq. Apple nəhayət ki uzun illərdən sonra yeni ön kamerası ilə bütün seriyada qarşımıza çıxdı. Bu 18 megapiksel piksel sıxlığında 20 mm-lik lens genişliyində olan autofocus və OIS dəstəkli f1.9 diafraqmalı center stage özəlliyinə sahib flaqman bir kameradır. Təbii ki, ən çox danışılan bu center stage özəlliyi oldu. Əslində Apple maraqlı bir şey eləyibdi. Lensin genişliyindən istifadə eləməklə telefonu çevirmədən həm vertikal, həm də horizontal foto çəkməyə imkan yaradır və bunu təkcə sizin seçimlə eləmir. AI dəstəyi ilə özü kadrda olan adam sayına və vəziyyətə görə bunu təyin eləyə bilir. Nə demək istədiyimi özünüz indi ekranda aydın görürsünüz. Bunun sayəsində daha yaxşı selfie təcrübəsi təmin olunur. Bax, Apple eləyəndə bu incə toxunuşlardır. Kamera çıxıntısının yanına dinamik ada vermək fikri kimi. Amma heç kəsin demədiyi bir şey də deyim ki, məhz center stage özəlliyində o kamera genişlənəndə piksel sıxlığını aşağı salır. 18 megapikseli vermir. Ümumi olaraq həm foto keyfiyyəti, həm video keyfiyyəti kifayət qədər yaxşıdır. Video çəkimlərində, hərəkətli anlarda, əsmələrdə hiss olunan bir yaxşılaşdırma var. Vlog çəkənlər üçün ideal kameralardan biri ola bilər. Bir neçə foto nümunəni də ekranda sizə təqdim edirəm. Xüsusilə center stage-dən çəkmişəm bunları. Amma bir məsələni də qeyd etmək lazımdır ki, center stage portret foto çəkimləri üçün keçərli deyil. Ancaq sadə foto və videolarda bu keçid eləmək olur. Sağda yerləşdirilən kamera capture düyməsi də yəqin ki, deməsəm ötən ildən bu yana heç kəsin yadına düşmürdü. Əgər center stage əlavə olunacaqdırsa, bu kamera capture düyməsi
nəyə lazım idi? Arxada 3 lensli kamera strukturu hələ də qalır. Burada dəyişən və təkmilləşən tək bir kamera var. O da 48 megapikselli telefoto kamerası. Bu kamera ötən il 12 megapikselidir. Amma indi Apple bunu da Fusion kamera ilə əvəzləyərək üçlü sistemi tamamlamış oldu. 3 kamera və hər biri 48 megapiksel. Amma və lakin bu kamera artıq 5 qat yox, 4 qat optik yaxınlaşdırmanı dəstəkləyir. Açığı bunu geri addım kimi dəyərləndirmək istəməzdim, çünki piksel birləşdirmə texnologiyası ilə 8 qat rəqəmsal yaxınlaşdırmanı optik səviyyədə dəstəkləyir. Baxın, müvafiq olaraq hər bir lenslə foto çəkmişəm və sondakı 8 qat yaxınlaşdırma olan halıdır. Düzdür, bu yaxınlaşdırma məsələsində Koreyalı rəqibindən hələ də geridə qalır, amma 8 qat yaxınlaşdırma iPhone üçün məncə kifayət qədər ideal nəticədir. Digər iki kamerada isə dəyişim yoxdur. Ötən ilki Fusion kameralar bu modeldə də yer alıbdı. Əslində prosesordan qaynaqlanan emal fərqi ola bilər. Yəni eyni kamera sistemi iPhone 17 Pro Max-da fərqli nəticələr verir, amma bunu da tapmaq üçün gərək foto ekspert olasan. Uzun sözün qısası, əsas dəyişim məhz telefotoda olubdu. Video məsələsində isə iki önəmli yenilik var. Birincisi, uzun illərdir Androidlərdə olan dual video qeyd imkanını artıq iPhone-da da görmüş olduq. Yəni həm arxa, həm ön kamera vasitəsilə eyni anda video qeyd aparmaq olur, amma bu zamanda keyfiyyət 4K 30 FPS ilə limitlənir. Yəni tam olaraq 4K-da 60 FPS-i almaq olmur. İkinci dediyim məsələ isə bu iPhone 4K 120 FPS video qeyd apara bilir. Bu smartfon üçün olduqca möhtəşəm nəticədir. Doğrudur, bu rejimə keçid eləyəndə lensdə kroplama verir, yəni daha da yaxınlaşdırır. Amma belə bir seçimin olması professional video çəkənlər üçün olduqca yaxşı xəbərdir. Pis tərəfi isə bu imkan yalnız və yalnız əsas kamera üçün mövcuddur. Ön kamera daxil digər kameralarda 120 FPS 4K dəstəyi yoxdur və bir xüsusi yenilənmə də professionallar üçün var. ProRes RAW video dəstəyi gəldi. Bunun sayəsində xarici yaddaş qurğusuna film və klip çəkimləri üçün xam videonu yazmaq olur. Bunu daxil yaddaşa yazmaq olmaz, çünki həcmi kifayət qədər böyük olur. Videonu sona qədər izləyənlər üçün ümumi bir toparlayım. Yeni dizayn fəlsəfəsi, alüminium gövdəyə qayıdış, qırılma və cızılmalara qarşı daha davamlı ekran, yeni prosesor, center stage dəstəkli yeni ön kamera, daha böyük batareya həcmi, artan sürətli enerji yığma göstəricisi, 4K 120 FPS video qeyd imkanı, 8 qat yaxınlaşdırma, yeni telefoto lens, soyutma üçün buxar kamerası, bax bu 17 Pro Max-da olan əsas dəyişimlər və yeniliklərdir. Mənə qalsa, ötənlərlə müqayisədə bu il kifayət qədər dəyişim ediblər. Tək razı qalmadığım gövdənin ağırlığı və incəliyi ola bilər ki, buna görə də onlar Air modelini təqdim elədilər. Başda verdiyim suala yenidən qayıdıram. Şəxsən düşünürəm ki, bu smartfonu aktiv istifadə edənlər, köhnə modeldən keçid edənlər bu keçid zamanı fərqi hiss eləyəcəklər. Dəyişimlər həqiqətən çoxdur. Yox, cihazı sadəcə mən yeni iPhone işlədim məntiqi ilə alanlar deyəcəklər ki, qaqa, valla heç nə dəyişməyib də elə eyni şeydir. Xeyr, belə deyil. Uzun sözün qısası, 3500 manata Apple rahat 5 il istifadə edə biləcəyiniz bir model hazırlayıbdı. Hesablasaq ilinə 700 manat düşər, amma statistikada göstərir ki, Pro Max modelini alanlar 5 ildən bir yox, 2 ildən bir telefonu dəyişirlər. Belə bir statistika yoxdur bəlkə də, özümdən uydurmuş ola bilərəm. Son sözü sizə verirəm. Mən çalışdım tərəfsiz olum. Sizin tənqid və tərifləri rəydə oxuyub bəyənəcəm. Yazın gəlsin və videonda bölüşüb bizə dəstək olmağı unutmayın. Digər modellər barəsində də icmalımız olacaq. Hələlik.